Şeir yoxsa musiqi? Bunu isə seçə bilmirəm. Çünki mahnılarımın həm söz müəllifiyəm, həm də musiqi müəllifiyəm. Mənim üçün biri digərindən ayrılmazdı. Ona görə də hər ikisi. İkisidir. Dram yoxsa thriller? Ay, mən filmləri çox sevirəm. Ədəbiyyatı da çox sevirəm. Gəlin belə deyək, bugünkü əhval-ruhiyyəmə görə thriller seçəcəm. İkisindən birini seçməliyəm. Dram yoxsa thriller? Mən roman deyərdim. Film yoxsa kitab? Kitab qurduyam, amma daha çox film baxmışam, nəinki kitab oxumuşam. Kitab. Klassik yoxsa sərbəst geyim? Sərbəst, Klassik. Caz yoxsa klassik musiqi? klassik musiqi. Mən musiqini bölmürəm. Marilyn Monroe yoxsa Frida Kahlo? Frida Kahlo. İkisi də güclü qadın olub. Hərəsi özünə məxsus həyat yaşayıb. Mən onlara ayırd edəməm. Taleyə inanmaq yoxsa hər şeyi öz əlinə almaq? Hər şeyi öz əlinə almaq. Hər şeyi öz əlinə almaq. Realist olmaq yoxsa xəyalpərəst qalmaq? Bununla belə xəyalpərəst qalmaq. Yaradıcı insan üçün məncə xəyalpərəst olmaq daha uyğundur. Duyğularla yaşamaq yoxsa məntiqlə qərar vermək? Məndə bu hər ikisi belə birləşib bir-birinə. Tamam, duyğular deyək. Mənim üçün duyğu.